Xəyallarınızın vətənini axtarmağı dayandırın, Paşinyan. Bakı ilə sülhdən sonra Rus qoşunları çıxarılacaq, rəsmi. Putini həyəcan bürüdü. Sadəcə bir cümlə dedi. Rusiya daxilində qarışıqlıq. Böyük müharibə anonsu verildi. Zəngərlər qazılır, hamı hazırdır. Vučić. Erdoğanın göstərişi ilə Milli İstihbarat Təşkilatı hərəkətə keçdi. Fidan. Rusiyanın 8 vilayətinə PUA hücum edildi. Ermənistanın gələcəyini beynəlxalq səviyyədə tanınmış sərhədləri, 29.743 kvadrat kilometr ərazisi olan dinc, demokratik və hüquqi dövlət kimi təsəvvür edirəm. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan IT mütəxəssisləri ilə görüşdə deyib. Xəyali vətən axtarışını dayandırmalıyıq. Çünki Ermənistan Respublikası bizim xəyallarımızın, arzularımızın vətənidir. Başqa vətən axtarmağa ehtiyacımız yoxdur. Vətən arzusunda olanda onu itiririk və artıq arzumuza çatdığımızı anlayanda sakitləşib diqqətimizi tapşırığa yönəldirik. Paşinyan bildirib. Rusiya qoşunlarının Ermənistanda yerləşdirilməsi ikitərəfli məsələdir və avqustun 8-də Vaşinqtonda paraflanmış İrəvanla Bakı arasında imzalanmış sülh müqaviləsinə heç bir aidiyyatı yoxdur. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib. Bu, Rusiya ilə ikitərəfli sazişlə tənzimlənir. Ona görə də bizim parafladığımız sülh sazişinə şamil edilmir. O, Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra Rus qoşunlarının Ermənistan-İran sərhədindən çıxarılıb-çıxarılmayacağı ilə bağlı suala cavabında deyib. Rusiya prezidenti Vladimir Putin Valday konfransında çıxışı zamanı Ukraynadakı müharibə barədə qısa danışmağa üstünlük verib və sadəcə ordunun irəlilədiyini söyləyib. Analitiklərin fikrincə, Putin bu irəliləmənin ölkəsi üçün hansı itkilər hesabına başa gəlməsi mövzusundan yan keçib. Müharibəyə başlama əmrini verən Kreml rəhbəri onu necə yekunlaşdıracağını bilmir. O, artıq 4-cü ili tamam olacaq müharibəni davam etdirməkdən başqa alternativ görmür. Qlobal infaza danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Rusiya indiyədək Ukraynanın 1/4-ni işğal edib. Bu, olduqca böyük rəqəm və ərazi deməkdir. Hazırda cəbhə bölgəsində rəsmi Moskvanın uğursuzluğu və Ukrayna ordusunun əks həmləsi haqqında danışa bilməsək də, Rusiyanın dərinliklərinə endirilən zərbələr bu ölkəni silkələməkdədir. Məlumata görə ölkədə neft emalı 30%-dək azalıb. Artıq yanacaq çatışmazlığı haqqında danışılır. Bu sahədə əlavə 20% itkinin olmasının nəticədə ordunun təminatına da mənfi təsir edəcəyi deyilir. Putinin hakimiyyət təcrübəsi onun həyəcanını büruzə verməməsinə kömək edir. Sakit və özünə inamlı davranışı ilə həm xalqın və ordunun emosiyalarını idarə edir, həm də düşmənlərinə təsir göstərir. Ona görə də Valday konfransında müharibə ilə bağlı qısa danışıb. Təbii ki, müharibə mühitinə uyğun olaraq ictimaiyyət üçün pozitiv açıqlamalar verib. Ancaq bu cür yanaşmayla situasiyanı uzun müddət nəzarətdə saxlamaq onun üçün çətin olacaq. Deyilənlərlə reallıq arasındakı kəskin fərq dərinləşdikcə insanların narazılığının qarşısını almaq mümkün olmayacaq. Siyasi şərhçi bildirib ki, Putin indi Amerika Birləşmiş Ştatları ilə Avropa İttifaqı arasında olan anlaşılmazlığa ümid edərək Ukrayna cəbhəsində qələbəyə inanır. Kreml rəhbəri şərtlərinin Birləşmiş Ştatlar tərəfindən dəstəklənəcəyinə əmin olduğuna görə Qərbə qarşı aqressiv davranır. NATO üzvü olan bəzi ölkələrin hava sərhədlərini pozmaqdan çəkinmir. Bu, Putinin yeni taktikasıdır. Göstərmək istəyir ki, Ukrayna cəbhəsi onun üçün nəinki problem yaratmayıb. Əksinə, hətta Avropa ilə də müharibə etməyə gücü çatır. Belə bir hərəkət daxili ictimai rəy üçündür. Avropa ölkələrinə isə həm də fərqli mesaj verir. Onları dolayı yolla apardığı müharibədə birbaşa iştiraka təhrik edir. Bu da həmin ölkələrin daxilində narazılıq yaratmağı hesablanıb. Belə görünür ki, Ukraynada müharibə tezliklə bitməyə bilər. Ancaq hər şey Amerika Birləşmiş Ştatları Rusiya razılaşmasına bağlıdır. Rusiya və Amerika Birləşmiş Ştatları Ukraynanı bölməyə razılaşsalar, müharibə başa çatacaq. Bütün dünya müharibəyə hazırlaşır. Bunu Serbiya prezidenti Aleksandr Vučić deyib. Dünyada tam xaos və çöküş hökm sürür. İnsanlar hamının müharibəyə hazırlaşdığını başa düşməlidirlər. Hazırlıq gedirsə, bu o deməkdir ki, baş verəcək. Hər şeyin necə inkişaf etdiyini görürəm. Heç kim müzakirələrə hazırlaşmır.
Sadəcə danışıqlarda kimin tərəfində olacaqlarına baxırlar. Səngərlərini qazırlar və müharibənin başlamasını gözləyirlər, deyə o bildirib. İsrail tərəfindən saxlanılan qlobal sumut donanmasının fəallarının İstanbula gətirilməsi üçün prezidentimizin göstərişi ilə Milli İstihbarat Təşkilatı hərəkətə keçdi. Koordinasiyaya Türkiyə rəhbərlik etdi. Bu sözləri Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan TRT xəbərə müsahibəsində deyib. Fələstinlə bağlı həssaslığımızı dünya bilir. Bu etiraza qatılan qardaş və bacılarımızı təbrik edirəm. Bunun bir çox dövləti bir araya gətirən aksiya olması önəmlidir. İsraildə qalan türk fəallarla bağlı prosesual addımlar atılacaq. Ən geci bir neçə gün ərzində onları və digər qardaşlarımızı da sərbəst buraxdıracağıq, deyə Fidan bildirib. Qeyd edək ki, ötən gün İsrail tərəfindən beynəlxalq sularda saxlanılan sumut donanmasının 137 iştirakçısı Türkiyəyə gətirilib. Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 32 PUA vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə Belqradda 11, Voronejdə 11, Nijnigorodda 5, Bryanskda, Kurskda, Tulada, Tambovda, Mordoviya Respublikasında 1 PUA zərərsizləşdirilib.